Bir məşğulu tənliklər və məsələlər bölməsinə aid verilmiş suala baxırıq. Sual belədir. Kvadrat tənliyinin x1 və x2 kökləri üçün kökləri bərabər və ya kökləri cəmi 0 olarsa, m üstəgəl b cəminin ala biləcəyi müsbət qiymətlərin cəmini tapın. Əgər verilmiş tənlik kvadrat tənlikdirsə, onda x-in qüvvətindəki ədəd 2 olmalıdır. Yəni, m kvadrat çıxaq 9m üstəgəl 20 bərabər 2 yazıb m-in qiymətini tapmalıyıq. Qadan m kvadrat çıxaq 9m üstəgəl 18 bərabər 0. Viye teoreminin köməkliyi ilə hesablayırıq ki, toplayanda 9 vuranda 18 verən ədədlər 3 və 6-dır. Amma m-ə 3 qiymətini verə bilməliyik, çünki kəsrin məxrəcində m üstəgəl 3 ifadəsində m-ə 3 verəndə məxrəc 0-a çevrilir və kəsrin mənası olmur. Deməli, m-in qiyməti 6-ya bərabərdir. İndi m-in yerinə 6 qoyuruq və görək hansı tənliyi alınır. 3x kvadrat çıxaq bx üstəgəl 36-nı da 6 çıxaq 3-ə böləndə cavab olur 12. Və belə bir kvadrat tənliyi aldıq. Bu kvadrat tənliyi üçün iki hala baxmalıyıq. Birinci hal kökləri cəmi 0 olmalıdır deyil. Viye teoreminə görə köklər cəmini göstərən ifadə müsbət b bölünsün 3-ə bərabərdir. Onu 0-a bərabər götürsək b-nin qiyməti 0 alınır. Demək, b-yə 0 verəndə m üstəgəl b cəminin ilkin qiyməti 6 üstəgəl 0, 6-dır. Bunu yada saxlayaq və keçək digər hala. İkinci hal kökləri bərabər. Kökləri bərabər. Əgər kvadrat tənliyin kökləri bərabərdirsə, deməli diskriminant bərabər 0 olmalıdır. D bərabər b kvadrat çıxaq 4 vuraq 3 vuraq 12 bərabər 0. Buradan b kvadrat bərabər 144, b bərabər -12 və müsbət 12. -12-ni götürə bilmərik, çünki 6 ilə -12-ni cəmləyəndə m plus b cəmi mənfi ədədə çevrilir. Deməli, b-yə 12 veririk. B-yə 12 versə, m üstəgəl b cəminin digər müsbət qiyməti 6 üstəgəl 12 olacaqdır 18. İndi həmin müsbət qiymətlərin də cəmi olacaq 6 üstəgəl 18, 24. Cavabımız 24 B variantıdır.